Salam aleykum əziz dostlar, hər vaxtınız xeyir olsun. Biz bugün çox maraqlı bir mövzu ilə qarşınızdayıq. Yəqin ki, bu mövzunu anonslarda da görmüsünüz. Mövzumuz bəllidir. Azərbaycan hakimiyyətinin İran daxilində olan çirkin siyasətindən danışacaq ki, Azərbaycan xüsusi xidmət orqanları İsrailin göstərişi ilə İran daxilində hansı çirkin oyunlara əl atır. Əziz dostlar, yəqin ki, görmüsünüz. Məsələn, xəbərlərdə gəlib ki, İlham Əliyevin şəklini kimsə divara vurur və yaxud da hər hansı türkçülük şüarları səsləndirirlər, separatist şüarlar səsləndirirlər. Güya Təbrizlilər, Ərdəbililər İrandan ayrılmaq istəyir və Azərbaycana qoşulmaq istəyir. Siz bu tipli xəbərləri çox görmüsünüz. İstər Azərbaycanın dövlət medialarında, istərsə də əslində dövlətə tabe olan, yəni Azərbaycan xüsusi xidmət orqanlarına tabe olan, zahirdə isə özəl görsənən kanallarda. Bunların çox əslində siz şahid olmuşsunuz. İstəyirik bu barədə danışaq və biləsiniz ki, bu kimi oyunların pərdə arxası nədən ibarətdir? Bu şüarları kim yazır, necə yazılır? Həqiqətən də xalq mı bunu istəyir? Yoxsa qıraqdan bir oyun mu var, sifariş mi var, pul mu var? Biz əlbəttə müxtəlif kanallarımıza biz bu mövzuya toxunmuşuq, görmüsünüz və orada dəfələrlə demişik ki, bu Azərbaycan DTX-sinin birbaşa sifarişi iləndir. Təbii ki, bunun üçün pullar İngiltərədən və İsraildən gəlir və çox yüksək məbləğdə də bu işlər üçün pullar ayrılır. Bu kimi çirkin oyunların mən sadəcə bir nümunəsini diqqətinizə çatdıracağam. Deməli, burada 2 nəfər Dövlət Təhlükəsizlik Xidmətinin işçisidir. Bir nəfər İranlını öz aləmlərində ələ almağa çalışır və onu qane etməyə çalışır ki, bizim verəcəyimiz şəkilləri sən Təbrizdə və yaxud da İranın hər hansı bir şəhərində divara yapışdır və bunun müqabilində mən sənə pul verəcəm. Gəlin bu səslərə birlikdə qulaq asaq və özünüz şahid olun ki, Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti adlandırılan bir orqan hansı çirkin işlərlə məşğuldur? Salam Kərbəlayı. Kərbəlayı, neyinsən, nə var, nə yox? Necəsən mənim qardaşım? Səsimi oxumusan, bir səs yazmamısan. Salamatçılıq da Allahın izni ilə. Baxın necə dini ədəbiyyatla danışır. Salam aleykum Kərbəlayı, inşallah. Baxın dostlar, bu nüfuzun başlanğıcıdır. Qarşı tərəfə əgər dindardırsa, dini ədəbiyyatla ondan danışırlar. Əgər cinayət aləminin adamıdırsa, o ədəbiyyatla danışırlar. Bunlar bu qələmun kimi cilddən cildə girib, hər sahənin öz adamınla, yəni küçə qadınla da o ədəbiyyatla danışa biləcək bir adamlardır bunlar. Deməli dostlar, bunlar harada tanış olublar? Ərbəyində. Bilirsiniz də, Azərbaycan DTX-i Ərbəyinə adamlar yolluyor. Bütün ziyarət karvanlarına bunlar adamlar salırlar, eyni zamanda da Ərbəyində. Bu məqsədlərdən biri də İran azərilərini ələ alıb pulla, müxtəlif vasitələrlə və sonralar da şantajlarla xidmətə cəlb edirlər. Yəni, sabahsı günü İranda ixtişaşlar əgər olarsa bunlardan istifadə olunur və yaxud deyək ki, hər hansı millətçi şüarları yazmaq üçün və s. və ilaxır. Bu kimi işlər üçün İranları ələ almağa çalışırlar. İndi bu dəfə ünvanı biraz səhv salıblar, əksinə olub hər şey. Salam aleykum. Kərbəlayı, necəsən, nə var, nə yox? Necədir vəziyyət inşallah? Bəli, yenə təzədən salam aleykum, necədir vəziyyət inşallah. Bax, bu cür dindarları, bu tipli insanlar çox tora salıblar. Mən sadəcə bu sözü deyib keçirəm, yəni çoxlu təcrübələr var bu barədə. Bu sadəcə olaraq bizim mövzumuz deyil. İndi isə keçirik əsas mövzuya. Baxın dostlar, bu DTX işçilərinin siz birinin səsini eşitmişsiniz, qarşıda digərinin də səsini eşidəcəksiniz. Bunun tələbi budur, istəyi budur. Mən sənə kağız göndərirəm, orada prezidentin şəkili var, orada millətçi şüarlar var. Sən bunu çəkəcəksən, divara yapışdıracaqsan və kameranı fırladacaqsan, göstərəcəksən ki, bura İrandır, mən də bunun müqabilində sənə pul yollayacam. Keçək növbəti səslərə bunlar nə deyirlər? Bir də mənim qardaşım, bu serikopiya deyəndə A3 formatda eləyirsən, prosta tanış adamın yanında elə də, yəni hər çatanın yanında serikopiya elətdirmə, görməsinlər, nəyə lazım?
Yəni ehtiyat itin yaraşığıdır. Belə mənim qardaşım. Şəkilləri çıxarta bildim. Əgər orada çıxartmağa imkan yoxdursa, serikopiyada orada falan tanışın yoxdursa, mən belə düşünürəm ki, bəlkə o şəkilləri mən burada hazır çıxartdırım, özüm gəlim ora. Nə deyim? Baxın dostlar, görün bu işlər üçün nə qədər pul ayrılır və nə qədər əhəmiyyətlidir ki, bir neçə şəkili çıxarıb Bakıdan İrana gəlmək istəyir bu adam. Sadəcə olaraq, məsələn, bir dənə video çıxacaq ortaya və yaxud da 3-4 dənə video çıxacaq ortaya. Görün bunlar üçün nə qədər əhəmiyyətlidir bu mövzuda. Keçək digər bir məsələyə. Bu bölmədə izah verir ki, hansı metodlardan istifadə eləmək lazımdır. Yəni konkret tələbini eləyir bu şəxsdən. Onlar A3 formatında çıxmalıdır serikopiyadan 9 dənə cəmi. Birini elə bir maşının patpresinə, hər stolbaya bir dənə şəklini yaxından video kimi çəkirsən, yaxından. Sonra da belə yanı göstərirsən ki, burada bina, yaşayış yeri var. Adam olmasa da olar, problem deyil. Yəni bilirsin ki, bura İrandır. Həmən qardaşım, videonun şəkili çəkəndə elə çək ki, hərflər görsənsin də. Yəni ondan sonra aralaş ki, yəni buradadır. Yəni fərq eləməz, insan olmasa da olar. Gündüz vaxtı ya sübh namazından sonra məsələn hava təzə açılır, adam olmur. Onda da çıxıb rahat çəkə bilərsən. Liboy maşının üstünə yapışdırarsan, orada duran maşınlara. Şəkil bir video çəkdin, sonra şəkilləri çıxart, at kinan. Bu şəkili böyütmək lazımdır. Bildin? Böyüdüb bu şəkili bir vurmaq lazımdır. Şəkil çəkilsin, videosu çəkilsin, sonra video mənə atacaqsan da, bildin? Dostlar, İran daxilində olan bütün separatçı addımlarda, bütün antidövlət addımlarda Azərbaycan DTX-nin və MİT-in, yəni Türkiyə Xüsusi Xidmət Orqanının rolu müstəsnadır. Təbii ki, bunların da başında İsrail və İngiltərə durur əsasən. Yəni pullar və planlar onlardan gəlir. Baxın dostlar, burada çox maraqlı bir məqam var. Yəni ikinci səsə qulaq asanda diqqət etdinizsə, bir dənə ofisdir. Yəni səs yollayandan əlavə ətrafında bir neçə nəfər var. Bura idarədir. Bura DTX-nin idarəsidir və onların hamısı bu işlə məşğul olur. Yəni belə deyir ki, çayxanada oturub kiminsə millətçilik damarı tutubdu və məsələn hər hansı bir şəkil göndərməyə çalışır, şəkil çəkməyə çalışır. Yox, yox. İndi qarşıda bunun tam çılpaqlığı ilə özünüz də müşahidə edəcəksiniz. Növbəti səslərdə mövzu nədir? Baxın, bunlar üçün ümumiyyətlə millət, bayraq, vətən, torpaq, bunlar hamısı bunlar üçün sadəcə bir dənə oyundur. Oyun vasitəsidir, oyuncaqdır. Bunlar üçün nə bayrağın bir əhəmiyyəti var, nə millətin, nə dövlətin, heç nəyin. Sadəcə olaraq buna deyir ki, bu bayrağı yapışdır ora, cır at. Azərbaycan bayrağıdır, cır at getsin, yandır getsin. Yəni bunlar üçün heç nəyin əhəmiyyəti yoxdur. Diqqət eləyin. Videonun şəkilləri mənə atacaqsan ki, o elə bir şəkili çəkildi, o həmən yerdə saxlamaq lazımdır da, sırası çıxartmaq lazımdır, bildin, tez çıxartmaq lazımdır. Şəkili çəkildi, sonra götürmək lazımdır, bir iki dənə yerdə, üç dənə yerdə eləyə bilsən, bizə nə lazımdır? Bir dənə nədir o şəkillər, məsələn, çəkildi, o stolbiyə vuracaqsan şəkili, maşında vuracaqsan şəkili çəkəndən sonra ləğv elə şəkili getsin. Bizə o şəkil lazımdır öyle orada. Bildin necə? Sanki İran fil qulağında yatıb, belə götürdün, çəkdin, yolladın və salam qutardı, getdi də, yəni heç kimdə görəsi deyil. Bu Azərbaycan bayrağıdır. Bax, göndərdiyim şəkil Azərbaycan bayrağıdır. Orada türkçülüyü də var. Heç yaxşı olar ki, heç məsələn şəkil çəkildi, heç orada qalmasın. Bildin necə? Olsun ki, neysə şey olmaq, bəyənilməz də, bildin? Biz o şuvardı da, bir şuvardı. Elə bir Azərbaycanları elə bir yerə həmlək olmağa... Ne deyir burada? Həmlək? Elə bir yerə həmlək olmağa dəvət. Həmlək olmağa dəvət. Siz qarşıda gedən səslərdə görəcəksiniz ki, yəni bu iki dənə DTX işçisi necə çobandır. Yəni hətta çoban belə bunlardan daha gözəl danışıq qabiliyyətinə malikdir. Yəni orada bir başqa
bir şey yoxdur. Prosta qalsa da ki, məsələn, İranın bayrağı ilə onun arasında nəsə də yaxşı olmaz. Məsələn, İran deyər ki, bu nə bayraqdır, məsələn, o nə nisbətdir bu, necə, düz başa düşülməz, anlaşılmazlıq ola bilər. Anlaşılmazlıq ola bilər. Maraqlı söhbət. Ona deyirəm ki, sən şəkil çəkəndən sonra ləğv elə getsin. Və edək sən o şəkili yapışdırıb orada saatlarla saxlamayasan. Gör indi bu necə bunu dəmə çəkir. Necə sadə göstərir məsələn. Burada nə var ki, bir dənə şəkil çəkət. İrandır da, indi nə bilir? Mənim qardaşım, şəkili çəkdin, videoyu birinci yaxından çəksən hərflər görsənir. Sonra qırağı çəkdin, 2 dənə stolbada, 2 dənə maşın patpresində yapışdırdın, qırağı da çəkdin, yaxından çəkdin. Bir də o 9 dənə elə bir yerdə bir dənə binanın bir yerinə yapışdırırsan, yaxından çəksə hərflər yanı görsənsin də, aralaşırsan, hə, bura yanı bina yaşayış yeridir, pişo qutardı getdi. Cır at yandır getsin, pişo. Sən niyə tutsunlar mənim qardaşım? Sən niyə tutsunlar mənim qardaşım? Təsəvvür edirsinizmi? Azərbaycanda minlərlə dindar, onların bir çoxu ümumiyyətlə İranda belə olmayıbdı. Sadəcə əqidəsinə görə həbs olunub zindanlara məhkum olunubdu. Amma siz digər bir tərəfdən bunların həyasızlığını görürsünüzmü? Təsəvvür edirsinizmi ki, məsələn, Azərbaycanda bir nəfər bu cür işlər görür, İranın bayrağını vurur və İrana göndərir və ardında özünüz bilirsiniz də. Yəni, bunlar necə davranar? Heç nə olmayıb Azərbaycanda, heç nə. Sadəcə olaraq bir nəfər namaz qılır, əqidəsinə görə tutulurlar. 1000 dənə töhmət, 1000 dənə İran damğası. Burada sadəcə olaraq Azərbaycanla İranın fərqi budur ki, Azərbaycanın ümumiyyətlə heç marağında deyil ki, iki dövlət necə yaşasın, iki xalq necə yaşasın, bu xalqların tarixi, sivilizasiyası. Yəni, bu kimi dəyərlər Azərbaycan hakimiyyəti üçün dəyərsiz bir şeydir. Amma İran üçün belə deyil. Ona görə də İran bu cür işlər görmür. Əgər İran bu cür ifşa etməyə qalsa, bu sadəcə biridir. Yəni, minlərlə bu cür misallar gətirə bilər. Və bu 2 dənə DTX işçisi öz aləmində güya ərbəyində bir nəfər Azərini başını pişiribdir və indi buna bir dənə şəkil çəkdirəcək. Əlbəttə, mən istəmirəm bu şəxslərin aqibətindən danışam. Bunu Azərbaycan özü çox yaxşı bilir. Bəli. Keçək pul məsələsinə ki, bunlar necə pul təklif eləyirlər. İnşallah ki, o videonu atandan sonra mən Allahın izinlə sənə deyəcəm ki, öz şəxsi kartı var, bundan sənə, qardaşından sənə hədiyyə olsun. Ağa, hər vaxtın xeyr. Bu belə bir şeydir ki, həm sizin üçün, həm bizim üçün xeyirli bir şeydir. Diqqət eləyin, görün bu xeyir nə xeyirdir də. Sən bir də nə edəcəksən, sən o şəkilləri, videonu çəkərsən, hara yapışdıracaqsan reklam kimi, reklam xarakterli. Hara yapışdıracaqsan, o şəkillərini çəkib, videosunu çəkib mənə atacaqsan, amma görüntülü yerdə, yaxşı bir mənzərəli yerdə, hansı ki, o bina olsun, ofis olsun, haralarda deyirsən çək, o şəkili, videonu mənə at ki, bu həm sənin xeyrimədir, həm mənim xeyrimədir. Bu səslər zamanı hiss edirsiniz də, arxadan səslər gəlir. Həmin DTX-nin ofisidir. Orada olanların hamısı o ofisdə, o idarədə, o bölmədə olanların hamısı bu işlərlə məşğul olurlar. Yəni, pul İngiltərədən gəlir, İsraildən gəlir, ortada olanlar sadəcə burada puldur, maraqdır. Və indi bunu öz etiraflarında, öz sözlərində siz müşahidə edəcəksiniz. Sənə üçün yaxşı şeylər fikirləşmişəm də inşallah. Mən bilirəm, səndə də, necə deyərlər, hamıda elə kasıbçılıqdır. İstəyirəm sənə də bir, neysə, görün, baxım eləyəm. Pişo qardaşım, onu yollayırsan, yollayandan sonra onu da kartıma atırsan, xoşlarına gəldi, dabrodur, sən kartıma pulu atıram. Ay, mənim qardaşım, sən gəldin, çıxdın siyasətə. Diqqət eləyin, burada bir maraqlı nüans var. Deməli, öz aləmlərində başını pişirdiklərini düşündüyü şəxs bunlara sanki güya məsələlərdən xəbəri yoxmuş kimi, güya özünü məlumatsız bir insan kimi göstərir hər bir halda ki, bəs mən bu işi görsəm, iki dövlət arasında münasibətlər pozula bilər. Axı, İran, Azərbaycan, niyə biz bu işi görək? İndi bu ona görə öz aləmində başa salır.
ki, hamısı onlar siyasət deyil, biz çörəyimizi qazanırıq, bizə nəyi İrandan, Azərbaycandan. Yəni, əslində bu bunların içinin bir sözüdür. Yəni, bunlar üçün həyatda pul. Yəni, istənilən şərəfsiz işi görsün bu DTX, axırda buna pul gəlsin. Yəni, Azərbaycan DTX-nin bundan o tərəfə gördüyü iş nə olacaq? Yəni, hansı təhlükəsizliyi bugün Azərbaycanda qoruyur? Yəni, dindarların, ruhanilərin cibinə narkotik basıb içəri atsın və yaxud da Azərbaycanda biznesmenləri şantaj edib pulunu, şirkətini, hər şeyini, bütün varlığını əlindən alsın. Müxalifləri namusuyla, abırı ilə şantaj eləsin. Yəni, bundan o tərəfə nə bacarır Azərbaycan DTX-i? Hansı təhlükəsizliyi qoruyur? Və ən böyük də Azərbaycan xalqı üçün təhlükə mənbəyidir. Diqqət eləyin, səsə baxın bir dənə. Ay mənim qardaşım, sən gəldin, çıxdın siyasətə, Azərbaycan, İran məsələsi. Qardaşım, o dövlət səviyyəsində olan bizim nəyimizə lazım, mənim qardaşım. Biz budur, bunu eləyirik, tikə çörək qazanırıq. Şimdi qutardı getdi. Burada nə var ki, mənim qardaşım? Allah sənin də işvə xeyir versin, bizə də xeyir versin. Biz bir tikə çörək qazanırıq. Vəssalam, qutardı getdi. Bu da Azərbaycanın DTX-i. Növbəti mövzu. Yəni, təsəvvür edirsiniz, 2 dənə çoban orada əyləşibdir. Güya öz aləmlərində qarşı tərəfin, yəni İran Azərisinin milli hissləri ilə oynamaq istəyir və güya milli hisslərlə bunu dəmə çəkir. Yəni, bunu da bacarmısınız, siz. Yəni, heç olmasa bir qarşınızdakı bir tanıyın, görün bu kimdir, nəsidir. Düz deyilsiniz də, siz üçün həyat puldur. Yəni bu şeylərin siz üçün mənası yoxdur ki. Diqqət edin bir dənə. Kuzey Azərbaycan bilirsən də bu şeydə. Yəni bugünkü gündə sizin baxımınızdan biz Azərbaycanlıyıq da, sən, mən Azərbaycanlıyıq, düzdür? Bugünkü gündə onun reklamıdır. Sadəcə istəyir ki, mehriban yaşayaq. Yəni o barədə başqa yana fikir yoxdur. Belə Başqa heç bir fikir yoxdur. Yəni bu adam Bakıdan durur İrana hazırdır, gəlsin 5-10 dənə şəkil yapışdırsın Təbrizin bir dənə nə bilim kəndinə, küçəsinə. Məqsəd nədir? Biz mehriban yaşamaq istəyirik. Yəni, mehribançılığa xərəl gətirir İran. Sən mehriban yaşamaq istəyirsən, İsrailin nüfuzunu Azərbaycandan kəs, əlini qolunu kəs. DTX onun xidmətindədir, Mossadın xidmətindədir. Sən mehriban yaşamaq istəyirsən, illərdir sübdən aşağı bütün Azərbaycan kanalları, televiziyaları İrana da nifrət püskürür. Söymədikləri söyüş qalmır. Sən onu yığışdır. Yəni, bu şəkil yapışdırmağın mehribançılığa nə daxili var? Siz nə danışırsınız? başqa yana fikir yoxdur. Belə onun tərcüməsində də oxuya bilərsən də, şəkillərini elə yazılıb. Başa düşdün mənim qardaşım? Burada belə bir şey yoxdur. Yəni biz də istəyirik bir yerdə ola. O vaxtı Sovetin vaxtından bax görürsən, o aranı böldülər. Bizim nə qədər Azərbaycan millətimiz qaldı o tərəfdə. Biz birləşmək istəyirik. Ayrı. Nə deyir ya bu? Sovetin dövründə kim böldü aranı? Bu nə danışır kişi? Sovetin dövründə böldük nədir? Yəni bu adam ən primitiv tarixi məlumatı belə yoxdur. Bax elə bu məsələlərə görə deyirəm ki, yəni bunlar çobandılar. Yığılıblar ora, pula işləyən çobanlar. Adını da qoyublar Dövlət Təhlükəsizlik Xidməti. Bir gedin bir tarix oxuyun. Yaxşı, bunları bildik. Əziz İran Azəriləri, yəni siz belə bunlara inanırsınız? Həqiqətənmi İranda buna aldananlar var? Yəni mən əminəm ki, Təbrizin, Ərdəbilin və ümumiyyətlə İran Azərilərinin, hətta taksi şoferlərindən mən danışıram, hətta ən savadsızı belə bunların yanında akademik professordur. Sovetin zamanında ayrıldılar. Bunlar ümumiyyətlə bilmir ki, ümumiyyətlə kim ayrıbdır, niyə ayrılıb, haçan ayrılıblar. Olmaq istəmirik, bir olmaq istəyirik. Odur məqsədimiz. Bugünkü gündə bizim bir olmağımız lazımdır, qardaşım. Bizim bir olmağımız lazımdır. Bugünkü gündə bizim birləşməyimizə səbəb olan bir şeylərdir bunlar. Çünki İran Azərbaycanlıları siz orada, bildiniz hə? Bugünkü gündə elə bir şey də yoxdur. Yəni mən adam olsun, olmasın söhbət oldu ki, yəni bu hələlik bir məxfi bir şeydir. Yəni çox məxfidir, çox dəhşət məxfidir. Qəşəng məxfi iş görə bilirsiniz. Bugünkü gündə şəkillər çəkilsin, yəni burada o şüvarlar sizdə səslənir. Hal-hazırda şüvarlar sizdə səslənilən kimi də bildiniz hə? Bəs bu şüvarlar bizdə niyə səslənmir? Bizdə də səslənsin də. Niyə? Çünki Azərbaycan xalqı
öz qarnının aclığının dərdini çəkir. Vətən uğrunda vuruşanlar özlərini yandırırlar. Ölkənin az qala 50%-i bir tikə çörək üçün ölkədən didərgin düşübdür. Bizdə niyə səslənmir o şüarlar? O budur bax, Azərbaycan xalqını bax bu cür şeylərlə anladırsınız. Bir gün kimi elə şəkillər çəkilsin, atarsan buna, bu nömrəyə. Mənim nömrəmi də sən heç kimə vermə. Sənin özündən başqa heç kimdə olmasın nömrəm. Sənə o qədər inamım, etibarım böyüdür ki, sən mənim doğma qardaşımsan. Bildiniz də. Bu həm sizin üçün, həm bizim üçün xeyirli bir şeydir. Çünki bizim birləşməyimizə səbəb olan bir şeydir bu. Necə başa? Səbəb olan bir şeydir bu. Necə başa düşə bildin məni? Əla, gözəl başa düşdü. Əziz dostlar, sizcə bunların məqsədi birləşməkdir, yoxsa puldur? Ümumiyyətlə, tutaq ki, birləşmə oldu. Yəni, belə çobanların bu birləşmədə payı nədir? Heç nə. Yəni, bu insan nə savadı var, nə danışığı var, nə tarix bilir, nə bir ali savad, heç nə. Sadəcə ortada, da, istəmirəm, indi efirdə ad mən vermək istəmirəm belə bir şəxslərə, özünüz bilirsiniz də cəmiyyətdə nə deyirlər. Qardaşım, sən nəsə atmısan, mən bu başa düşmədim. Girə bilmədim, bəlkə də videoda mənim telefonum girmir. İndi girdi də yəqin ki, bundan sonra girər telefonu. Belə, yəqin indi artıq başa düşürsünüz ki, və çoxdan başa düşmürsünüz ki, onun atdığı sizə nə idi. Beləcə. Əziz dostlar, baxın, İran xalqı çox gözəl məsələləri bilir, çox gözəl anlayır, bilir Azərbaycanda nə baş verir. İran xalqı çox gözəl bilir ki, Azərbaycanın hakim rejimi xalqı necə bir səfil vəziyyətə salıbdır. İran xalqı çox gözəl bilir ki, vətən uğrunda döyüşən qazilər, artıq bəlkə də 100-ə yaxın qazi intihar eləyibdir, özünü yandırıbdır. İran xalqı çox yaxşı başa düşür ki, Azərbaycan xalqının az qala yarısı bir tikə çörək pulu qazanmaq üçün ölkədən didərgin düşüblər, Rusiya və digər ölkələrə. Azərbaycan xalqı çox yaxşı bilir və eyni zamanda İranlılar da bunu görür ki, koronadan qabaq necə ki sərhədlər açıq idi və bugün Azərbaycan xalqı ilə ən çox bunun üçün istəyir. Ən sadə xəstəliklərini sağaltmaq üçün İrana müraciət edirlər. Evinin ərzaqını almaq üçün, kartovunu, soğanını, yağını, duzunu almaq üçün İrana keçirdilər. Yəni bir sumka bazarlıq üçün Azərbaycan xalqı, xüsusən də sərhəd zonasında yaşayanlar İrana keçirdi. Tutaq ki, biz İranı birləşdirdik, gəlin, Təbriz, Ərdəbil, Azərbaycan. Hansı plan üçün? Güya İranın biznesmenləri, şirkət sahibləri bilmir ki, Azərbaycan daxilində şirkət sahiblərini Əliyev rejimi necə müflis bir vəziyyətə salır? Yəni bir az şuuru olan, ağlı olan, nəyə görə Azərbaycana birləşməlidir ki? Niyə bunu istəsin ki? Bəli, İranda siz kifayət qədər ölkəsinin siyasəti ilə razılaşmayan tapa bilərsiniz. Bu təbii bir haldır. Amma bu o demək deyil ki, İran Azəriləri öz ərazilərini, Təbrizi, Ərdəbili gətirsin, versin Kürd mafiyasına. Güya bunlardan xəbəri yoxdur. Siz Azərbaycan xalqı üçün nə gün ağlamısınız ki, milyonlarla İran Azəriləri üçün də həmin günü ağlayasınız? Oradan durub deyir ki, mən 50 milyon Azərbaycanın prezidentiyəm. Sən 10 milyona sahib çıxa bilmirsən. 10 milyon ölkənin yarısı yoxdur ölkədə. Sən 5 milyona belə sahib çıxmağa qüdrətin yoxdur. Nəinki qüdrətin yoxdur, ümumiyyətlə sən Azərbaycanı özünə nökər və qul eləmirsən. Bunu İran xalqı çox yaxşı bilir. Üzümü tuturam İran Azərilərinə və əziz müsəlman bacı və qardaşlarıma səslənirəm ki, Azərbaycan hakimiyyətinin belə fitnələrinə aldanmayın. Azərbaycan rejimi 10 milyonluq Azərbaycan xalqına bir gün ağlaya bilməyibdir. Bugün dünya hegemonları, başda Amerika, İngiltərə və İsrail olmaqla, onların tənha məqsədi bu regionu və bu məntəqəni qan gölünə döndərməkdir. Və ümid edirəm ki, bu göstərdiyim nümunə çoxları üçün bir ibrət olacaq. Çox sağ olun, Allah manda qalın.